Dünyada olan bütün İngiliscə sözlərin toplaşdığı bu lüğəti oxuyuruq. Oxford lüğəti. Deməli, qaldığımız yerdən davam edirik. Keçən dəfə burada qalmışdıq. Deməli, accord. Accord nədir? A formal agreement between two organizations, countries. Yəni, iki təşkilat arasında razılıq və yaxud iki ölkə arasında razılıq. The two sides signed a peace accord last July. Keçən iyulda hər iki tərəf signed, imzaladı sülh sazişi. Peace accord. Saziş deməkdir. Accord. Sonra in accord with something, somebody. Kimləsə, neyləsə, yəni uzlaşaraq da belə deyək, uyğun olaraq. Məsələn, burada yazıb in agreement with. Yəni kimin razılıq əsasında. This action would not be in accord with our policy. Bu fəaliyyət, burada dostlar would şeydir, şərt ehtimaldır. Məsələn, əgər olsa belə bir şey mənasında, yəni xəyalən nəzər olaraq, yəni gələcəkdə belə bir şey olsa, this action would not be in accord with our policy. Deməli deyir ki, bu fəaliyyət yəni həyata keçsə bizim siyasətimizlə uyğun gəlməyəcək. Sonra of your own accord. Könüllü, öz istəyi ilə. Of your own accord. Könüllü, istəyi ilə. Məsələn, without being asked. Soruşmadan, ona soruşulmadan, forced, məcbur edilmədən, or help, kömək edilmədən. He came back of his own accord. O geri döndü öz yəni istəyinlə, könüllü şəkildə. The symptoms will clear up of their own accord. Simptomlar, clear up dostlar şey demək, baxın burada xəstəliyin keçməsi. Clear up. Bir simptomların keçməsinə, xəstəliyin keçməsinə clear up deyilir. Bu simptomlar keçəcək. Öz-özünə. Of their own accord. Öz-özünə keçəcək. Sonra with one accord. Bu nə deməkdir? İndi baxaq. If people do something with one accord, they do it at the same time because they agree with each other. Əgər insanlar, üstünə nəyə qoyuramsa rus qanunu tərcüməsini deyirəm, edirlərsə bir şeyi with one accord, yəni hep birlikdə, yəni hep bərabər edirlərsə, they do it at the same time. Onlar bunu eyni vaxt edirlər, at the same time. Çünki onlar bir-birləri ilə razılığa gəliblər. Sonra accord feil kimi. Görək nədir? To give somebody something. Bax dostlar, bu sözün oxunuşu belə gedir. Authority. Authority. Kiməsə nəyəsə səlahiyyət vermək. Status. Status da oxunur. Status. Status. İki cür oxunur. Yəni səlahiyyət vermək, status vermək, or a particular type of treatment. Ya da konkret bir davranışda bulunmaq kiməsə qarşı. Our society accords great importance to the family. Bizim cəmiyyət verir böyük bir önəm ailəyə. Our society accords the family great importance. Bizim cəmiyyət, yəni bu şəkildə də deyə bilərsiniz, ailəyə böyük önəm verir. To agree with or match something. Yəni razılığa gəlməyə, nə iləsə uzlaşmaq. These results accord closely with our predictions. Burada dostlar, baxın importance. Burada importance. Bəzən elə olur ki, t kimi deyilir İngiliscədə. Məsələn, importance. Importance. Burada sizə bir söz deyim. Burada agree var. Agree with something. Yəni nə deməkdir? Yəni uyğun gəlmək. Üst-üstə düşmək. Uyuşmaq. Məsələn, bunun sinonimi də var. Tally. Tally. O da üst-üstə düşmək, uyğun gəlmək, eyni olmaq. Bir dənə də sinonimi var. Match up. Match up with something.
Yəni üst-üstə düşmək, bir-birinə uyğun gəlmək. Yəni bu üçü də hamısı bir-birinə sinonimdir. Deyir bu nəticələr uzlaşır, accord, closely, yaxından, sıx şəkildə bizim prediction, təxminlərimizlə uzlaşır. Sonra accordance. Accordance nə deməkdir dostlar? In accordance with something. Yəni nə ilənsə uzlaşaraq, əlaqəli olaraq, uyaraq, uyğun olaraq. Baxın, according to a rule or the way that somebody says that something should be done. Bir şey edilməlidir, bir nəfərə görə bir şey edilməlidir qanun qaydaya uyğun olaraq. Qanun qaydaya uyğun olaraq. Məsələn, in accordance with legal requirements. Məsələn, nədir? Deyir, qanuni legal, qanuni tələblərə uyğun olaraq, görürsünüzmü? In accordance with legal requirements. Qanuni tələblərə uyğun olaraq. Accordingly, lüğətçisi götürün yazın. Bu sözləri hər gün eşitirsiniz, amma ingiliscəsini bilmirsiniz. Accordingly. So, birinci mənası nədir? In a way that is deməli, appropriate to what has been done or said in a particular situation. Deməli, müvafiq bir tərzdə demək, yəni uyğun bir tərzdə deyilənə uyğun tərzdədir. Və yaxud da edilənə uyğun, yəni edilənə və deyilənə uyğun bir tərzdə. Yəni bunun tərifidir də bu sözün. Konkret bir situasiyada edilənə və deyilənə uyğun tərzdə, şəkildə. Bunun bir sözlə dilimizdə tərcüməsi şeydir. Yəni baxın burada, yəni uyğun olaraq da. Məsələn, we have to discover his plans and act accordingly. Deməli, deyir ki, biz onun planlarını kəşf etməliyik və ona uyğun davranmalıyıq. Ona uyğun addım atmalıyıq. Sonra ikinci mənası, used especially at the beginning of a sentence for that reason. Deməli, cümlənin adətən başlığında gəlir. Yəni bu səbəbdən deməkdir, buna görə. Therefore, bu da sinonimidir, yəni buna görə də deməkdir, therefore. Deməli dostlar, baxın burada the cost of materials rose sharply last year. Keçən il materialların qiyməti deməli nə oldu? Kəskin şəkildə sharply qalxdı. Accordingly, buna görə də we were forced to increase our prices. Buna görə də biz məcbur olduq ki, qiymətləri qaldıraq. Sonra according to nə deməkdir? Tərifini oxuyaq. As stated or reported by somebody something. Stated yəni bildirildiyi kimi və yaxud da məlumat verildiyi, bu da bildirildiyi kimidir. Bildirildiyi kimi. According to Mick, it's a great movie. Mick'ə görə bu əla filmdir. Sonra you've been absent 6 times according to our records. Sən 6 dəfə işdə olmamısan və yaxud da dərsdə olmamısan bizim qeydlərimizə görə. Sonra ikinci məna. Following, agreeing with or depending on something. Nəyisə təqib edən, yəni nəyəsə əməl edən,
nə ilənsə uzlaşan və yaxud da nədənsə asılı olan. Agreeing bax bayaq dediyimiz sözdür, uyğun gələn, üst-üstə düşən. The work was done according to her instructions. İş görüldü. Nə şəkildə? Onun təlimatlarına uyğun olaraq, according to. Sonra everything deməli everything went according to plan. Deməli hər şey, bax bu sözü yazın. Went according to plan. Plana uyğun getdi. Went according to plan. The salary will be fixed according to qualifications and experience. Maaş müəyyən olunacaq. Burada fixed müəyyən olunmaq deməkdir. Maaş nəyə əsasən müəyyən olunacaq? İxtisas dərəcəsinə, yəni əldə olan o ixtisasa uyğun sənədə və təcrübəyə müvafiq olaraq, ona görə, ona uyğun olaraq maaş da müəyyən olunacaq. Gələn dəfə bax, buranı və akordeon sözünü oxuyarıq.